3 ildir ki, GESCO mühafizə departamentində çalışıram. Gördüyünüz bu ərazi Xocavənd rayonu tütün qurutma zavodudur və burada çalışıram. Artıq bir ildən çoxdur ki, GESCO ASC Mühafizə Təşkilatının xidmət heyət sıralarında növbə rəisi olaraq fəaliyyət göstərir. Asfen Günəş Panelləri Cəbrayıl layihəsinin mühafizə sisteminin təşkili bizlərə həvalə edilmişdir. Xidmət heyətinin təhvil təslimi zamanı təhlükəsizlik qaydaları, nizam-intizam qaydaları, geyim qaydaları, şəxsi heyət, işçi heyət və qonaqlarla ünsiyyət normaları və subordinasiya qaydaları haqqında məlumat verilir. Xidmət rəisinin bizlərə verdiyi vacib tapşırıq və qeydlər nəzərlərinə çatdırılır. Postun həvalə olunduğu post nəfərinə əraziyə daxil olan nəqliyyat vasitələrinin dərindən yoxlanılması tapşırılır. Ərazidən çıxarılan materialların qayma və sənəd sisteminin təhvil alınması nəzərlərinə çatdırılır.